Salam əziz şagirdlər. Deməli, bugün 16 mart tarixində olan məntiqdən olimpiyadamızın suallarının izahına baxırıq. Birinci sualda şagirdlərimiz deməli, birinci sualda biz buna 183 kimi, 912 kimi, 774 kimi baxmırıq. Biz burada işimiz ədədin rəqəmləri iləndir. Burada deməli, ədədin rəqəmlərini toplayırıq, vururuq 2-yə. 12, 2 vurduqda 24, toplayırıq 12, 2 vururuq 24, toplayırıq 18, 2'ye vururuq 36. 2, 2, 9, toplayırıq 13. 13 ədədini 2'ye vururuq, biz alırıq 26. Düzgün variantımız B variantı. Növbəti ikinci sualda bizə M, A, T, H verib. Deməli, burada M-in qiymət verib 2, A-nın qiymətini alırıq, 2'nin üzərinə 1 gəlirik 3, T-imiz 8, H-ımız T-dən açıq, yəni 8-dən 3'ün çıxırıq 5. Bizdən də mat sözünü soruşur, deməli 2, 3, 8, 5 A variantı. Üçüncü sualda da yenə bizim işimiz rəqəmlərlə, ədədin rəqəmləri iləndir. Deməli, bunları toplayırıq rəqəmlərini, bir-birinə vururuq. 1'in üzərinə 1 gəlir 2, 2'ni 2'ye vururuq 4. 2'nin üzərinə 2 gəlirik 4, 4'ü vururuq 4'ə 16, 3'ün üzərinə 3, 6, 6. 6'ın 6'ya vurduqda 36 C variantı. Dördüncü sualda da yenə rəqəmlərlə yazırıq. İşimiz rəqəmlərləndir. Deməli, 6'nın üzərinə 2 gəlirik 8, 8'in kvadratı 64. 4, 3, 7, 7'in kvadratı 49. 8, 0, 8 verir bizə cəmi. 8'in kvadratı isə 64 alırıq. 9'un üzərinə 8 gəlirik. 10'un kvadratı bizə 17'in kvadratı bizə 289 verir. C variantı. Beşinci sualda şagirdlərimiz deməli, ortada da hər ikisində də ulduz var. Burada da var, burada da. Burada deməli, 7'nin yerində 6 durub, 3'ün də yerində 2 durub. 2'nin yerində 3 durub. Yaxşı. Baxın, burada nə edibsə biz də onu edəcəyik. Birincinin kvadratı nədir? Burada 7'dir, burada 6 yazacaq. 6'nın kvadratı çıxar. Bir-birinə vurup rəqəmləri. 6'nı vurup 2'yə. Çıxırıq 2'nin kvadratını. Yəni 2'nin kvadratını. Alırıq 36 çıxaq 12 çıxaq 4. Bu da bizə 20. 20 cavabını verir A variantı. Növbəti 6-cı sualda yenə onun kimidir. O qayda ilə yazırıq. Amma burada bir fərqi var ki, burada 2'dir. 2 ədəd verib, 2 dəfə verib. Bunu deməli, dedik, A-nın yerində 6, B-in yerində 4. Burada yerinə yazırıq. Yaxşı. A ilə B-yi vurubdur. Yəni 6 ilə 4'ü vurubdur. Üzərinə gəlib, A-nın da qiyməti 6'dır. Bərabərdir 30. Cavabımız 30 deyil. 30 buradır. Bu hissədir. Buranı 30 aldıq. Sonra həmən qaydayla, həmən üsulla, deməli, 5'i A-nın yerində 5 yazırıq, B-in yerində x yazırıq. Yenə hesablayırıq. Deməli, 5 vuraq, A-nın qiyməti 5'dir. B-in qiyməti x-dir. Vuraq, toplayırıq, A-nın qiymətini yazırıq. Bərabərdir. İndi 30'a bərabər edirik. Çünki bu ifadəmiz buna bərabər idisə, bunda qiymətini 30 tapmışdır. Yaxşı, 5x-in bərabər olur 25'ə. X-in də bərabər olur 5'ə. C variantı. 7-ci sualda deməli, 7-ci sualda da şagirdlərimiz deməli, baxın, 2'dən 8'i necə alıb 4'ə vurub da, 8'dən 6'ı necə alıb 2'sini çıxıb. 6'dan 4'ü necə ala bilərik? 2'yə bölərik, üzərinə 1 gələrik. Bax, qaydamız budur, üsulumuz budur.
Bunu gətiririk, sonda tərtib edirik. 3-ü vururuq 4-ə. Aldıq 12. Ay aldıq 13. B'yi necə alırdıq? 12-dən 2-sini çıxırdıq 10. 10-dan 6 necə alırdıq? Onu deməli 2-yə bölürük 5. 5-in üzərinə 1-in gəlirik 6. Yaxşı, bizə onsuz da lazımdır A ilə B. Bu ikisinin cəmi də bizə 22 verir. B variantı. 8-ci sualda isə 8-ci sualda da deməli nə edirik? Aşağıda baxın bizə veribdir 5 kvadrat, 7 kvadrat 5 veribdir. Baxın burada da vardı. Deməli 7 ilə 5 tapılır. İstəsək belə də yaza bilərsiniz. Baxın 7 ilə 5 onsuz da eynidir. 5 ilə də 7 yenə. Baxın 36 deyil. 36. Hər iki üsulda 36. Yəni burada biz nə edib? 7-ni 5-ə vurubdur ya da 5-i 7-yə vurub. 35 üzərinə 1-in gəlir. Və hamısı belədir. Sonra 3 ilə 1-i. 3 ilə 1-də də belədir yenə. 1 ilə 3, 3-ü vurubdur. Üstünə 1-in gəlir. Aha. 4. 36-dan 4-ünü çıxırıq. 32 B variantı. 9-cu sualda. 9-cu sualda da deməli, bax, bundan yerini dəyişib. 2-2. Ot. Baxın. T odan ot. L, P. Baxın, yerini dəyişibdir. P ilə L-in yerini dəyişib. A ilə M-in yerini dəyişib. M, A alıbdır. Demək, burada yerini dəyişib. Birincisi də bizə burada torpaq sözünü veribdir. Yerini dəyişiriksə, birinci mötərizəni için həll edirik. T ilə onun yerini dəyişib. Bir dənə dairə seçək. Yaxşı. Deməli, yerini dəyişdik. Nə yazırıq? T ilə o, T, P, R, Q, A. Baxın, burada hərflərin yerini dəyişir. Məsələn, A ilə Q-ün yerini dəyişdir. L ilə P-nin, T ilə O-yun yerini dəyişib. Bunu aldıq. Sonra bizə, bax, burada göy sözü verilibdir. Qarşısında dairə var. Bizə onsuz da dairə lazımdır. Dairəni necə tapdı deməli? Göy, göldən almışıq, lök, gök. Deməli, bax, bu hissə, bir də bu hissə. Bax, bu birincinin tərsini yazır. 3 dənəsini, bax. Birincinin 3 dənəsinin tərsi. Belə götürək. Yaxşı. Birincinin tərsini yazıb, amma burada sondan başlayıbdır. Baxın, sondan başlayıbsa A-dan başlayırıq biz. A, Q, R. A, Q, R, yaxşı. Sonra yenə, indi bu cür gedəcək. Yenə sondan başlayacaq. P, T, O. P, T, O. A variantı. Yaxşı. 10-cu sualda da 10-cu sualda deməli dairə verib. Dairənin içərisində nə veribdir? Romb verib bizə. Deməli, baxın, romb yuxarıdaydı. Gəlib bunun içərisinə. Amma burada eni nədir? Burada uzunluğu olubdur. Burada isə dairəmiz, baxın, burada uzunluğudur. Burada gəlib eni nə olub? Bu qaydanı burada tətbiq edəcəyik. Deməli, bizə lazım olan kvadratdır. Bir dənə kvadrat çəkirik. Olar ki, tam kvadrat çəkə bilmərəm. Aha, kvadrat çəkirik bir dənə. Yaxşı. Deməli, dedik necədir? Yuxarıdakı gəlib aşağıya gələcək. Baxın, burada uzunluqsa, burada eni nə olacaq? Yəni, eni. Yaxşı. Burada da içəridədirsə, yuxarı gətiririk. Amma burada da uzunluğa yazırıq. Baxın, A variantında elə var o. Bax, desək ki, C variantında olmaz. Çünki, bax, bizə kvadrat etsi, kvadrat soruşur. C variantında düz bucaqlıdır. Yaxşı, şəkildə neçə üç bucaq vardır? Şəkildə neçə üç bucaq var soruşur. Baxın, 1, 2, 3, 4, 5, 6, 7. 7 bu. Deməli, 7, 8, 8. Yaxşı, baxın. 8 bu, 9,
9, 10, özü isə 11. 11. D variantı. Deməli, sonra 12-ci sualda da deyir ki, hər sırası pozulmuş 4 sözdən biri fərqlidir. Şagirdlərimiz, belə suallarda deməli, baxaq görək nə olar. Birinci A variantında M, Y, T, E, İ, Ş. Yaxşı, bunu deyirik. Burada deməli 70. Burada milyon. Burada 8. Burada isə printer sözü yazıb. Burada deməli fərqli olan hər biri ədəd rəqəmdir, ədəddir. Biri isə əşyadır, D variantı. 13-cü sualda isə fərqli olanı soruşursa, fərqli olanı. Deməli, nə edirik? Fərqli olan desə, bunların rəqəmlərinə baxırıq yenə. Rəqəmlərini vururuq bir-birinə. Baxın, rəqəmlərini bir-birinə vururuq. Tamam. Rəqəmlərini bir-birinə vururuq. 2-ni 2-yə vururuq, 4, 4-ü 6-ya vururuq, 24. Burada da hamısını bir-birinə vururuq, 6, 8, 8-i 3-ə vururuq, 24. 6-nı 1-ə, 6, 4-ə vururuq, 24. 3-ü 3-ə, 9, 1-ə də vururuq, 9. Fərqli olan, baxın, hər birinin cavabı 24 etdi. Bu, D variantını isə 9 etdi. Düzgün variantımız D variantı. Məhəmmədin bacısının yaşı Məhəmmədin yaşının 2 mislidir. Məhəmmədin bacısının yaşı Məhəmmədin yaşının 2 mislidir. Məhəmmədin x yaşı varsa, bacısında 2x yaşı var. Bunların cəmidir 21-dir. Bunu bu cür də deyə bilərik. Məsələn, biz də deyərik ki, hansı ədəd, bir də onun o 2 misli bizə 21 verir. 7 ilə 14 deyil, 7, 14. Yaxşı, bacısı böyükdür, axı böyük olan götürük bacısının yaşını. Bir də bunu belə hesablaya bilərik. Toplayırıq ikisini. Biri x-dirsə, biri 2x-dir 21-ə. 3x-in bərabər olduğu 21-ə. X-in bərabər olduğu 7-yə. Onda 2x-in də bərabər olur 14-ə. Yaxşı, bizdən bacısının yaşını soruşsa, böyük olanı soruşsa, bacısı Məhəmməddən böyükdür. 14. B variantı. 15-ci suala baxırıq. 15-ci sualda ədədlər verib bizə. Burada bölmədən istifadə edir. Deməli, 20-yi 3-ə bölünmür, ona görə xətt qoyub. 20-yi 4-ə bölünüb 5, 5-ə bölünüb 4. Yaxşı, bu cür yazırıq. Sonda isə 22 3-ə bölünmür, xətt qoyuruq. 22 4-ə bölünmür, 22 5-ə bölünmür. Hər birində xətt qoyuruq. D variantı, düzgün variantımız. 16-cı sual. Burada deməli tam bucaq 360 dərəcədir. Bilirik bunu. Bunların hər birini toplayırıq bizə verəcək 139 üstə gələcək 80-i üstə gəlirik 124-ü bərabərdir. Yaxşı. Bizə verəcək bu deməli 139-un üzərinə gəlirik. Neçəsini? 4, 0, 204. Yaxşı, burada edir 3, 4, 3. 343. Deməli, 360-dan 343 dərəcəni çıxırıq. 17 alırıq. D variantı, 17 dərəcə. Növbəti 17-ci suala baxırıq. 17-ci sualda da 7 mərkəzdədir. 14, 28, 46 yazıb. 14-ü necə alırıq? 2-yə vururuq. 28-i hardan alırıq? 7-ni 4-ə vururuq. 42-ni hardan alırıq? 7-ni 6-ya vururuq. Burada 2, 4, 6. Baxıram ki, 2, 2 artıb. Deməli, 7-ni də 8-ə vuracam. Neçə eləyir? 56, B variantı. 18-ci sual. 18-ci sualı yazan çox az şagird idi. Deməli, 18-ci sualda nə etmişik? 18-ci sualda baxın. Birinci tərəflə ikinci tərəfə baxın belə. 5-in 6-ın üzərinə 5 gəlib 11 bu sağda yazıb.
Deməli, 9-un üzərinə 7 gəlib 16 başda yazıb, birinci yazıb. Deməli, burada 10, 4-ün üstünə 3 gəlirik, 7 alırıq. Yaxşı, sonuncuda isə 5-in üzərinə 7 gəlir, 12, sonda yazırıq. 3-ün üzərinə 2 gəlirik, 5. Əvvəldə yazırıq, 512. Yaxşı, dəmir, saz, Mirzə Sabir sözünü yazırıq, tapırıq. Yaxşı, burada gətiririk, yerinə yazırıq. Deməli, M hərfimiz neçədir? 3. İ hərfimiz 5, R hərfimiz 3. Yaxşı. Z hərfimiz 1, Z, Ə hərfimiz 7. Yaxşı. Variantlara baxıram, bu olur, yaxşı, bu olmur. B variantını çıxıram. Yaxşı, S hərfimiz 9. A hərfimiz 6. B hərfi verməyib bizə. B hərfini belə boş qoyaq. İ hərfimiz 5. R hərfimiz 0. Sonu 50 olanlara baxıram. Bunu da çıxıram, bunu da çıxıram. Elə variantlardan sonu 50 olanlar budur. Deməli, bu hərfimdə neçəymiş? 2'ymiş. D variantı. 19'u dedik. 20-ci suala baxırıq. Ardıcıllıqda sual işarəsinin yerində hansı ədəd olar? Deməli, burada biz siz nə eləmişik? Burada deməli, 1'ini çıxıb, 3'ünü çıxıb, 5'ini çıxıb, 45'dən 5'ini çıxıb, 40. Sonra 7'sini çıxıb, 2 azalıbdır. Sonra 7'ni çıxdı, sonra 9 çıxıb, 9'dan sonra 11 çıxacaq. Yəni 24'dən 11'in çıxacaq 13. A variantı. Baxın, sıfırda nəyə görə verir? 11'dən sonra tək ədəd neçədir? 13. 13'də çıxanda 0 qalır. Yaxşı, A variantı. Burada da yenə işimiz rəqəmlərləndir. 4'ün üzərinə 4 gəlib, 8. 2'nin üzərinə 3 gəlib, 5. 8, 5. 85 kimi baxmırıq da buna, 8, 5. Yaxşı, 2, 1 bizə 3 verir. 7, 0 bizə 7 verir. Yaxşı. Bura bizə 7 verir. Toplayırıq. 6'ın üzərinə 3 gəlirik, 9. 7, 9, 79. 6'ın üzərinə 0 gəlirik, 6. 1'in üzərinə 5 gəlirik, 6. Yazırıq 66 A variantı. 22-ci sualda, burada da biz siz nə eləmişik? Burada da deməli, vurubdur, üzərinə 2'sin gəlib. Vurub, üzərinə 4'ün gəlib. Vurub, üzərinə 2'sin gəlib. Bu dəfə də üzərinə 4'ün gələcək. Vuracaq üzərinə 4. 35, 35'in üzərinə 2, 37. 32 üzərinə 4, 36. 4'ü vururuq 6'ya, 24, üzərinə 2'sin 26. 9'u vururuq 3'ə, 27. Üzərinə 4'ün gəlirik, 31. A variantı. Sonra nə edirik? Sonra A, B, C-in cəmi bizə 10 verir. Baxın, burada yuxarıda da, aşağıda da yazıb yerinə qoya bilərik ədədləri. Aha. Baxın, burada A üstəcək C. Ya da ki, A üstəcək B. Bunu yazaq. A üstəcək B-in qiyməti mənə 8 verib. Yəni, bunu da. Bura mənə 8 verib. Yəni, 8'in üzərinə C-ini gəlirəm, alıram 10. C-im də bərabər olar 2'yə. C-yi tapdıq 2. Yaxşı, C burada 2 tapdıqsa, A-yım da onda mənə 5 verər də. 7'dən 2'sini çıxıram, 5. A-yı tapdıq, sonra B-yi tapırıq. B-yi də burada yazarıq da. A-yı 5'dir. 5'in üzərinə B-yin gəlirəm, alıram 8. B-yim də bərabər olar da 3'ə. Mənə nə deyir bundan? Fərqini soruşur. Yaxşı, 5'dən çıxıram, A-dan çıxıram B-yini, B-dən də çıxıram C-yini. 0. D variantı. 24-cü suala baxırıq. 24'də də A-nın üzərinə B gəlib 15 alıb, vurubdur, bu vurmadır, vurubdur 84, C yaxşı. Burada C-dən istifadə edəcəyik. C-in qiymətini bizə verib də onsuz da 4'ü nə hansı ədədə 4'ə böləndə 3 alırıq, 3'ü 4'ə vuruq 12. C-in bərabər oldu 12'yə.
Burada yerine yazsam 12. B'nin cevabını alaram 7. 84'ü 12'ye bölürəm. Cevabı 7 alıram da. Yaxşı, 7-ni 12'ye vuranda 84. Sonra nə yazırıq? Hə. B yaz. Heç ayı istəyirsə yazmayaq heç. Aha, yazırıq. B-nin qiymətini yazdıq 7. Onda ayın qiyməti 8 olar. Məndən amma D soruşur sonda. Yaxşı, B-nin qiyməti 7 idi. 7-nin üzərinə D gəlirəm. Alıram 18. Bunda D-nin də bərabər olur 11'ə. 11'ə B variantına. 25-ci sualda məntiqi əlaqəyə uyğun olmayan sözü tapın. Deməli, şagirdlərimiz romb, kürə, piramida, silindir. Burada deməli rombdur. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. Baxın, burada yazıb Ağdaş. Ağdaş. Burada yazıb Ağdam. Ağdam. Burada yazıb Qusar. Burada yazıb Paris. Yaxşı, bu 3 dənəsi Azərbaycanın rayonlarıdır. Bakının rayonlarıdır. Deməli, bir dənəsi isə Paris D variantı. Şəhərdir. Yaxşı, aşağıda verilmiş anaqramlardan hansı birinci sözün sonu ikinci sözün əvvəlinə uyğun gəlir? Şagirdlərimiz, deməli, burada nə edirik? Sual işarəsinin yerinə variantlardan işləyirik. Baxın, D qoysaq, sadə. Sadə söz var, bəli. Amma D-yi elə bir ortaya qoyuruq da, yazırıq. D-yə sözü yox, D olmaz. Bu cür yazırıq. Sonda isə bax, hə sözünə baxırıq. Sahə sözü var da, eşitmişik. Sahə. Bir də deyirik həyat. Sahə, həyat. Deməli, C variantı. Kərim Xaqandan böyükdür, Səma Kərimdən böyük, Vəlidən kiçik, Aydın Səmadan böyük, Vəlidən kiçik, yaşlı üçüncü olan soruşur bizdən. Burada yerinə qoyar, rəqəm verəcəyik burada şagirdlərimizə. Deməli, Kərim. Kərim Xaqandan böyükdür. Kərimin var, Kərim Xaqandan böyükdür. Kərimin olsun 5 yaşı. Xaqanın olsun 4 yaşı. Səma Kərimdən böyükdür. Səma da olsun 6 yaşı. Hə, Səma Kərimdən böyükdür, Vəlidən kiçikdir. Səma Kərimdən böyük 6, Vəlidən kiçikdir. Vəlin də onda olar neçə yaşı? 7. Yaxşı. Aydın Səmadan böyük, Aydın Səmadan böyükdür, Vəlidən kiçikdir. Bunların ikisinin ortası deyirsə, onda bunu Vəlidən kiçikdir. Axı, Vəlinin yaşını 8 eləyər, Aydın da yaşını 7 eləyər. Yaşda üçüncü olan kimdir? 1, 2, 3, 6 yaşı olan Səma. B variantı. 29-cu sualda isə verilmiş klubun B ilə qarşı olan üsü. Qarşı deyilsə, baxın, bunu elə bir bükürük biz. Qarşı hansı gəlir? D gəlir burada. D variantı. 30-cu sualda da yenə şəkil verib bizə. Bayaqcı biraz oxşardı. Deməli, bu ikisini toplayıb sonra üzərinə 3 gəlib. Bu ikisini toplayıb 12 ilə 13 üzərinə 3 gəlib 28 alıb. 13 ilə 1-i toplayıb 14 üzərinə 3 gəlib 17. Sonda isə 23 ilə 4-ü toplayacaq 27. 27-nin də üzərinə 3 gələcək 30 A variantı. 31-ci suala baxırıq. Deməli 5. 5 yazıb, bir də 3 bucaq isə 5 yazıb. Neçə bucaqdır? 3 bucaq. 5-in kubu. Yəni 5-i 3 dəfə öz-özünə vururuq 125. 4-ün kvadratın içində, 4 bucaqların içində 4 yazıb. Yəni 4 üstü 4, 4-ü 4 dəfə özünə vururuq 256. 1, 2, 3, 4, 5. 5. Deməli 3-ün üzərində 5 yazılır. 243. 3-ü 5 dəfə özünə vururuq. Növbəti 1, 2, 3, 4, 5, 6. 6 bucaqlı. 2-nin üzərinə 6 yazırıq. Bizə 64 verir. 2-nin üzərində 6. 32-ci suala bax. Burada da biz siz neyini
5 ilə 4'ü vurub 20. İkisini çıxıb. 6 ilə 7'ni vurub 42. İkisini çıxıb 40 alıbdır. Burada 8-də nə edirik? 8'i vururuq. A çıxaq 1'ə bərabərdir. Bu 2'ye çıxın, ikisini çıxandan sonra aldığı cavab 24'dür da, bildiniz. Elə ki, bu neçəymiş? 24 imiş ki, ikisini çıxıb da 22 alıb. Yaxşı. Hansı ədədi 8 ilə vuranda bizə 24 verir? 3 da. Bunun özü o ki 3 edirsə, ayımız neçə eləyir? 4. Ayı aldıq 4. Ayı. Buraya yazıram. Buradan da B'yi tapırıq. B'yi də yenə həmin qayda ilə 9 vuraq. B üstə gələk 2. Deməli, bura 34'ü hardan alıb? İkisini çıxıb 34 alıb da. Yəni 36 imiş ki, ikisini çıxıb 34 alıb. Hansı ədədlə 9'u vuranda, hansı rəqəmlə 9'u vuranda 36 alırıq? 4'ü. B'nin də yerində 2 olur. Bizə buranı soruşur, deməli. Onda nə edirik? 4'ü vururuq 2'yə. 8, üzərinə 2'sini gəlirik 10. Variant. 33-cü sualda müstəviyə trapesiya veribsə, fərziyə da paralelipiped olar. Paralelipiped D variantı. 34-cü suala baxırıq. Bu qəşəng maraqlı sual idi. Biraz sətini çəkmişdilər. Baxın şagirdlər, deməli vurma əməlində bu cür vurma əməlində biz bu ikinci hissəni hardan alırıq? Birinci hissəni, bax, tutaq ki, burada bir elə böyük bir dənə nə yazaq? Burada hər hansı bir ədədlər var. Bax, birinci 3'ə vururuq da, bu tərəfdə. 3'ə vuranda bu tərəf, bura yazırıq, yuxarı. 5'ə vuranda isə, 5'ə vuranda aşağı yazırıq. Deməli, onda nə edirik? Bu ədədi, bu ikincini bölürük 5'ə. 2250'ni bölürük 5'ə. Yaxşı, 4 dəfə 20, 2, 5, 5, 0. 450 imiş deməli. Yaxşı, bura 450 yazıram. 4, 5, 0. Yaxşı, 4, 5, 0. Onda bura necə olur? Bura 0 olur. 4'ü 5'ə vururuq. 3'ü 5'ə vururuq. 5, 15, 1 yadda. 10, 2, bir də yaddaydı. 10, 3. Yaxşı, aldım da. Burada deməli nə edirik? 3 ilə 5'i toplayırıq. 8. D variantı. Növbəti 35-ci sual. Eyni qayda ilə düzülmüşdür ardıcıllığımız. Baxın, burada nə edib? 3'ün kvadratından 9, 9'un kvadratından 81 alıb. Bunun kvadratı olunur. Burada 2'yə vurub, burada isə kvadratı olub. Bu olmaz. Yaxşı, burada deməli 2'nin kvadratı 4'ün kvadratı olar. Burada da kvadratı, bunun da kvadratı olar. Amma burada baxın 3'ə vurub kvadratı yüksəldib. Bu olmaz. 1, 3, 4. D variantı. 36-cı sual. 36-cı sualı səhv etdirəmsə düzgün cavablandıran bir şagirdimiz olmuşdu. Burada nə edirik? Əslində bu asan sualdır. Dediyəm. Bu sualı burada geniş izah etmək istəyirəm. Yaxşı. Baxın, burada deməli A ilə C-nin cəmi bizə 57 verir. A üzərinə gəlinsin C bərabərdir 57. Yaxşı, 57 verir bizə. A ilə B-yin cəmi A üstə gələk B-yin cəmi mənə verir 3C. Diqqətlə baxaq. 3C. Sonra C ilə B-yin cəmi mənə 3A verir. C üstə gələk B mənə verir 3A. Bizə nə soruşur? B-yi soruşur. Baxın, nə edirik?
Bunların hamısını bax, bu tərəflə, bərabərliyin sol tərəfi ilə sağ tərəfini toplayırıq. Sol tərəfləri 1, sağ tərəfləri 1 bərabərləşdiririk. Baxın, neçə dənə A-dır? 1, 2. Yazıram 2A. Üstə gələk. Neçə dənə B var? A-ların üstünə xətt çəkin. Neçə dənə B var? 2 dənə. Yazıram 2B. Toplayıram da. B-in üzərinə B gəlir. 2B. Üstə gələk. Neçə dənə C var? 2 dənə. Yazıram 2C. Bərabər. Bu tərəfdə. Deməli, yazıram 3C. Üstə gələk. 3A. Üstə gələk. 57. Şagirdlər, mən burada gözümə dəyən, burada 2 oldu. Hər birində 2 varsa, mən bunun içini ortaq vuruq çıxardaram da. A, üstə gələk B, üstə gələk C. Yaxşı, bir dəqiqə C yazmayın. Birinci A üstə gələk C, üstə gələk B yazın. Burada bir məqsədim var, onu sizə göstərmək istəyirəm. Bərabərdir. Burada isə mən gözümə 3. Çıxardıramsa A, C üstə gələk A qalır. Üstə gələk 57. Baxın. Aha. Baxın, burada için olduğu kimi yazıram. Bura. Bax. A üstə gələk C-min qiyməti neçə idi? Həm burada bax. Burada. 57. Burada da yazmışam da 57. Bax. Bunun yerinə 57 yazıram. Bunun yerinə 57 yazıram. Üstə gələk B yazıram. Buradakı B'yi. Bərabərdir. 3-ün yeni olduğu kimi yazıram bura. Bax, burada da yenə. Toplananların yerini dəyişdikdə cəm dəyişimlə. A üstə gələk C-in qiyməti 57 isə, C üstə gələk A-in qiyməti 57-dir. Burada mütəzən yazmaya ehtiyac yoxdur. Yaxşı, vuraq 57. Üstə gələk bu 57. Yaxşı. Bunu mötərizənin vurmasında 2-ni 57-yə vururam. 114. Üzərinə gəlirəm B-yi. Bərabərdir. 171. Bunu vuranda. 3-ü 57-yə vuranda. Üzərinə gəlirəm 57-sini. Yaxşı. Burada da həll edirəm da. 114-ün üzərinə B gəlirəm. Bərabərdir. 8. 2. 228 B. B də bərabərdir. 228-dən 114-ün çıxanda 50. Yaxşı. 228 B də bərabərdir. Yaxşı. Qalır 4. Deyək, harca səhvəyə yol verdik. 171-in üzərinə 57-sini gəlirik. 8. 2 da. Burada 2-yə vurmamışaq. Bu demədir axı, hə. B-yi bəs 114, B-yi 2-ni 57-yə vurduq, 114, 2-yə vurmadı axı burada B-yi. Deyirəm axı. Yaxşı, bu da alırıq 114. 2B-ni aldıq. 2B-ni 114 aldıqsa 114. Yaxşı. B-yi də alarıq 114-ü də. B də bərabərdir. 114-ü də 2-yə bölürük. Bizə 57 alırıq, verir. D variantı baxın. Yaxşı, bu da D variantı. 37-ci sualda neçə kvadrat olduğunu soruşur. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 bu. 9. 10. 11. 12. 13. Özü də 14. D variantı. Yaxşı. Burada nə edirik? Baxırıq 3 dənə eynidir. Eyni ədəddir. Toplamışıq. Cavab almışıq. Yaxşı. Burada nə edirik? 3 isə deməli 1059-u bölürük 3-ə. Sayda. 3-ə bölürüksə 3, 9, 1, 5, 5, 3.
353-dürsə, bunu da bizə rəqəmlərinin cəmini soruşursa, 3-ün üzərinə 5 gəlirik, üzərinə 3 gəlirik, 11. Belə də yaza bilərik. Hansı eyni ədədi toplayanda 3 dəfə toplayanda bizə 9 verir. 3-lər daha 3, 3, 3. Hansı eyni ədədi toplayanda bizə 5 verir, sonu 5 verir. 5 daha 5, 10, 15. Bir yadda olursa 3, 9, bir yaddaydı 10. Belə də yaza bilərsiniz. 3-ə bölüb də yaza bilərsiniz. 11C variantı. Deməli, 39-cu sualda bu, burada səhv yazılıbdır. Kitabçamızda da düzəliş etmişdik. Burada 80 olacaq cavab. Burada 80 yazırıq. Yaxşı, deməli, burada nə edirik? Burada da bir dəqiqə, biraz pis oldu. Bunu silək. 80. Burada nə edirik? Baxın, neçə bucaqda 1, 2, 3, 4, 5. 5-in üzərinə 5 gəlib. 10. Bura 1, 2, 3, 4, 5, 6 bucaqda. 6 bucağın üstünə 2 gəlib. 6-ın üzərinə 2 gəlibdir, 8. Onu vurubdur 8-ə 80. Sonuncuya baxaq. 1, 2, 3, 4, 5. 5 bucaqdır. 5-i 4-ə vurub 20. Və yazın 20. Toplayırdıq bir dəqiqə bağışlayın. Yaxşı. 5 bucaqdır. 5 ilə 4-ü toplayıb. 5. 4-ü toplayıb. Bir dəqiqə bunu da yazın. 80. Aha. 5 ilə 4-ü toplayıb 9. Bir də mütəssil yazaq. Bura 3, 3. 3 ilə də 3-ü toplayıb 6. 9 ilə də 6-nı vurub. Bura 9, bura 6. Cavab da 54. B variantı. Yaxşı, 40-cı sualda da düz yazan çox az idi. Burada çox sadə saitlərlə samitlərə baxırıq. Birinci saitlərimi soruşur, samitlərimi onun variantlarından baxacaq. Deməli, A, 2 dənə A, 2 dənə sait, 2 dənə samit var. Oldu 22. İndi baxırıq. 1, 2, 3. 3 dənə samitdir, 2 dənə saitdir. Deməli, birinci samitləri yazırmışıq. Yaxşı, birinci samitdə yazırıqsa 1, 2, 3, 4, 5, 6. 6 samit. 1, 2, 3, 4 dənə də sait səsimiz var. Yaxşı, 64 B variantı. Suallarımız ikinci tur olduğuna görə orta çətin səviyyədə idi. Amma yazanlarımız, qaliblərimiz, 2 nəfər qalibimiz oldu. 40-a 39, bir də 4-cü siniflər var idi. 4-cü siniflərin də izahını paylaşacağım inşallah. Deməli, hər birinizi uğurlar arzulayıram. Çalışın, arzularınızın arxasıca gedin, arxasıca gedin. Bir məqsədiniz olsun ki, mən məsələn, bunun üçün uğur qazanmalıyam, bu iş üçün uğur qazanmalıyam, bu arzumu yerinə yetirməliyəm. Allah hər zaman yanınızda olsun, uğurlarınız bol olsun, daimi olsun. Hər birinizə təşəkkür edirəm.